Salam değerli izleyiciler, her vaxtınız xeyirli olsun. Biz hal-hazırda Neftçala rayonundayıq. Gönçə Səmədova kanalımıza müraciət edib ki, mən 2007-ci ildə bu sahədə torpaq almışam, bələdiyyənin sənədi var əlimdə. Lakin deyirlər ki, o torpaq sizə aid deyil, örüş yeridir. Gönçə xanım, danışın, bu torpağı neçənci il almışsınız? Necə almışsınız? Mən Səmədova Gönçə, Hacıağa qızı, Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşam. 3 uşaq anasıyam. Mən də bu torpağı aldım ki, fərdi yaşayış evi tikmək üçün 2007-ci il 30 oktyabrda Neftçala bələdiyyəsindən. Lakin bu günə kimi hələ qaldı. Mənim ətrafımda 3 tərəfimdə evlər tikilibdi. Mənsə bu illəri mart ayının 5-də Neftçala bələdiyyəsinə müraciət elədim, Asan xidmətə müraciət elədim. Onlar göndərdilər 13 saylı Şirvan ərazi dairəsinə. Oradan imtina gəldi. Hətta 2 gün Neftçala bələdiyyəsində dayandım. Bunlar mənim sənədlərimi vermək istəmirdilər. Bildirirdilər ki, yox, ora örüş sahəsidir, təsərrüfat əhəmiyyətlidir. Nə bilim, nədir, belə sözlərlə nəsə. Zülümlə 2 günə onlardan məcburən sənədləri alıb, Asan xidmət avtobusu dayanmışdı orada 18 günlük. Ora təhvil verdim. Nəhayət neçə aydan sonra məktub gəldi ki, bəs imtinadır. Bu yer güya təsərrüfat əhəmiyyətlidir. Amma mənim hər tərəfimdə evlər tikilibdir. Mən bu yeri sənədləşdirmək istəyirəm ki, kupçam olsun. Bəlkə bu sənədlərdə də 10 nəfərin imzası, möhürü, peçatı var. Bir vərəqləyə bilərəm. Baxın, Neftçala bələdiyyəsindən Dadaşov, Əlisafa Dadaşov bələdiyyənin sədridir. İclasın katibidir, Şirəliyevdir. Bunlar imzalayıblar. Sonra burada Bədəlovdur, İmanovdur, Əliyevdir, Rəhimovdur, Dadaşovdur. Bəzilərinin də adını oxuya bilmirəm. Burada 8 nəfərin imzası var, möhürü, peçatı var. Baxın. Gönçə xanım, bu ünvan necə gedir? Bu da Neftçala rayonu Rəsulzadə qəsəbəsi. Buradan altı sizə torpaq. Rayon İcra Hakimiyyətinin memarlığın rəyi var, baxın. Torpağı kimdən almışsınız? Torpağı mən bələdiyyənin sədri Əlisafa Dadaşovdan almışam. Əlisafa müəllim nə deyir ki? Əlisafa müəllim qaçıb gizlənir. Bax, 15-i 10-cu ay 2007-ci il. Bu da rəy veribdi. Xəritə çəkmə. Rəy verib ki, burada ev tikə bilərsiniz. Rəy veribdi, amma icazə alıb tikə bilərsən. Bax, bələdiyyənin sədri Dadaşov, Bədəlov, Torpaq Xəritə Çəkmə Komitəsi, Neftçala rayon bələdiyyəsi. Məktublarda icazəni kimdən almadınız göstərilir? Əgər icra hakimiyyəti, bələdiyyə hər biri sənəd verib sizə. Kimdən deyəcək? Rayon İcra Hakimiyyətindən icazə almaq lazım idi. Bu da Neftçala bələdiyyəsinin sədri Əlisafa Dadaşov. Bu da torpağın layihəsi, cizgisi. Dövlət Torpaq Xəritə Çəkmə Komitəsi, Neftçala rayon şöbəsinin müdiri Bədəlov. Hansı qanunda göstərilir ki, 6 vətəndaşa torpağı örüş sahəsi olaraq verilir? Və bura kənd təsərrüfatı. Burada o vaxtı mənə satıbdı 2007-ci ildə, ancaq öz şəxsi maraqları ucbatından kimlərlənsə əlbir olub, bağışlayın ifadəmə görə gözləyibdi ki, ya xan ölər, ya eşşək ölər. Mən Bakı şəhərində yaşayıram. Yəni ki, bu yeri özləri zəbt eləsinlər, kiməsə versinlər. Ona görə də məni kupça çıxarış verməyiblər. Bax, bu səbəbdən də bu vəziyyətdə qalmışdır. Gönçə xanım, sizin yaxınlarınız hal-hazırda siz küçə arar olurlar buradan. Bəli. Öz doğmalarınız bu sahədə yaşayır. Bəli, mənim burada 2 bacım, 1 qardaşım yaşayır bu ərazidə. Ona görə siz gəlirsiniz. Hə, mən də ona görə gəldim ki, burada o 2 oğlum, 1 qızım var. Oğlumun birində heç olmasa fərdi yaşayış evi tikim. Buradan kimə müraciət edirsiniz Gönçə xanım? Buradan müraciət edirəm. Hal-hazırda mən işi Şirvan məhkəməsinə vermişəm. Şirvan məhkəməsində ayın 20-sində məhkəmə keçiriləcəkdi. Mən bilirəm ki, dövlətimin hüquq mühafizə orqanları, məhkəmə orqanları doğru düzgün qərar verəcəklər. Bu işə baxıb. Oldu Gönçə xanım. Yəqin ki, kanallarımız vasitəsilə sizə səs verərlər. Dəyərli izləyicilər, bura Neftçala rayonu Rəsulzadə küçəsidir.
Gönçə xanıma deyirlər ki, sizin 6 sort torpaq örüş yeridir. Nə tər örüş yeridirsə bura, bax hər tərəf evdir. Hər tərəf bina, hər tərəf bax örüş. Örüş yeri ola bilərmi burada? Gör nə qədər evlər tikilib. Bu sahədə Gönçə xanımın sahəsidir. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Birləşməyən, kupçası çıxarışı olmayan torpaqlara sənəd verilsin. 2025-ci ilin axırına kimi. Özüm də tək anıyam, 70 yaşım var bu dəqiqə. Hal-hazırda ailə başçım yoxdur. Tək qadınam. Odur ki, mən uşaqlarımı yurt yuva eləmək istəyirəm. Dövlət başçısına, Mehriban xanıma müraciət edirəm. Sonra məhkəmə orqanlarına müraciət edirəm. Xahiş edirəm ki, doğru düzgün qərar çıxartsınlar, bu işdə mənə kömək etsinlər.